Hər birinizi xoş gördük dəyərli izləyicilər. Mən Fərəzli Əli, sizin Əli müəlliminiz. Bugün biraz fərqli bir video ilə qarşınızdayım. Bilirik ki, buraxılış imtahanı bitdi. Blok imtahanına da az bir vaxt qalıb və bunu nəzərə alaraq artıq sizin tələbə həyatı ilə tanış etmək istəyirəm. Ən azından qısa bir video ilə. Həmçinin bu sizə blok imtahanına hazırlaşmaq üçün məncə kiçik bir motivasiya olar. İlk öncəliklə universitetə getməzdən əvvəl əynimizi dəyişək. Həm normalda klassik geyinməyi sevdiyim üçün, həm də ki bugün poster çəkilişi olduğu üçün belə bir geyim tərcih etdim. İndi isə yola çıxaq. Yavaş-yavaş yol alırıq universitetə tərəf. Gəldik, çatdıq sahilə. İndi isə pedaqojiya tərəf yol alırıq. İndi isə gəldik, çatdıq pedaqojiya. Seminara girdik. Birazdan dostlarımız dərs danışacaq. Videodayım. Ən azından biz şagirdlərə salam. Burada mühasirədəyik və son olaraq da dərsdən çıxdıq. İndi isə metroya tərəf gedirik. Şagirdlərə salamlar. Salam. Bəli, əziz izləyicilər, sizinlə tələbəliyin bir günün bölüşdüm. Əlbəttə ki, bu standart bir tələbənin günü idi. Yəni, evdən dərsə, dərsdən evə və s. Amma unutmayın ki, tələbəliyin bəzən bu tərəfləri də var.